Avtoxuliqan nədir? Avtoxuliqanlığın açıqlamasında belə yazılır. İctimai qaydanı və əhalinin dincliyini nümayişkaranə şəkildə pozan. Fikir verin. İctimai qaydanı və əhalinin dincliyini nümayişkaranə şəkildə pozursan da qardaş sən. Dincliyini, əhalinin dincliyini. Bəli. Soram deyir. Cəmiyyətə açıqca hörmətsizlik ifadə edən. Fikir verdiniz? Cəmiyyətə açıqca hörmətsizlik ifadə edən. Bəli. Soram deyir. Yol hərəkəti qaydalarının davamlı olaraq pozulması ilə aşağıda müşayiət edilən hərəkətlər. Hansılardır? Və deyir. 2 və daha artıq avtomobillə sürət yarışı keçirmək. Yarışmaq, bəli. Yarış keçirirsən də sən. Elə bil ki, sən Formula 1-sən. Ötüşürsən. Bu bir. Nəqliyyat vasitəsini 2 təkər üzərində qaldıraraq idarə etmək. 2 təkər qaldırırsan. 3. Nəqliyyat vasitəsinə sürəti qəflətən artırmaqla yerdə çoxsaylı təkər izləri buraxmaq və təkərlərin asfalta sürtünmə səsini çıxartmaq. Bu avtoxuliqanlıqdır və avtoxuliqanlığın cəriməsini az nə çox 500 manatdan 750 manata qədərdir. Plus, yəni burada və ya yox ha, birbaşa deyir ki, plus idarə etmə hüququ 1 il məhdudlaşdırılır. Yəni sənin pravan gedir 1 illik ilişəniyə. Qəzanın qarşısını almaq üçün biz reskitorumuz veririksə və sürtünmə səsi çıxarırıqsa, bu avtoxuliqanlıq hesab edilə bilməz. Bunu qoyduq bir kənara. Yağışlı havadır, svetoforda dayanmışıq. Mən misal üçün biraz qazı çox basdım. Təkərlər fırlandı, yerə iz düşdü və hərəkətə başladım. Bu da avtoxuliqanlıq deyil. Bu avtoxuliqanlıq deyil. Çünki mən nə etdim? Mən sadəcə qaz verdim, təkərlər yerə sürtündü. Belə bir damcı ola bilər, səs də çıxa bilər və yaxud səs çıxar, sürüşə bilər maşın. Hərəkət etdim. Burada hansı ictimai qaydadan söhbət gedə bilər? Hansı cəmiyyətə açıqca hörmətsizlikdən söhbət gedə bilər? Yoxdur, düzdürmü? Bəli.